yaşlı Gültəkin xanım, gəlin bura Rəşidə sizi görsün. Gəlin bura Rəşidə sizə baxsın. Rəşidə, bax. Rəşidə, tək qadındır. Bax diqqətlə. Tək qadındır. 2 evladına baxır. Nitqində qüsur var deyə iş tapa bilmir. Amma yenə də evladlarına baxır. Ailəsinin dəstək. Mən nə deyəcəyimi bilmirəm ki. Bax deyirəm. İş tapa bilmir. Çünki nitqində qüsuru var. Narınc xanıma bu dəfə ana və bala. Qızım, gəl, sən də gəl, gözəl balam. Qızımızın adı Mələk. Ay, özü də mələkdir bunun. Özü də mələkdir. Qızımızın deməli 9 yaşı var, mələkdir. Yaddaşı çox zəifdir Mələyin. 4-cü sinifə getsə də təəssüf ki, dərslərindən 2 alır. Nə etsin, yadında saxlaya bilmir. Ümumiyyətlə, danışa bilirmi bizim Gültəkin xanım? Desəm danışarmı? Danışa bilirsənmi? Məni başa düşürsən, deyilmi? Dildə qüsur var. Sizə indi mikrofonu verəcəm. Siz Narınc xanımdan yardım istəyirsiniz. Biz bunu sizin üçün edəcəyik. Bundan narahat olmayın. Sən məhz dilində qüsur var deyəmi sən işə götürmürlər? Götürmürlər. Başa sala bilməm. Bir yol gedəndə deyirəm, mənlə getdə. Mən üçün yol başa sala bilməm bir adama. İndi həyəcandan mı rahat danışır? Bir 14-15 səsində qüsur var. Səslərdə. Səslərdə tələffüz eləyə bilir. Cümləni deyəndə daha çox, uzun cümlələri daha çox ilişdirir, yeyir. Məsələn, mən o səslərindən ibarət müəyyən, məsələn, cümlələr qurmuşam ki, görüm deyizdirim. Tamam, o zaman oxuya bilirmi? Məsələn, 4-cü cümləni oxuya bilərsənmi? 4-cü cümlə. Mən şəşi və taxta bişirirəm. Bir də deyək. Bir də deyək. Siz birinci doğrusunu deyin, o da. Mən deyirəm, mən şəkərbura və paxlava bişirdim. Mən şəkərbura, paxlava bişirirəm. Amma bayaq belə oxumadı. Tamam, o zaman 6-cı cümləni də oxu. Kana, saatlara, nağa, nəndə boğdu. İndi hər şey aydındır. Kənan çardağı narıncı rəngə boyadı cümləsini. Bu formada həqiqətən burada artıq çox açıq-aşkar bilindi ki... Məsələn, o cümləni görməyəndə başa düşülmədi. Yox, başa düşməz. Kimsə başa düşməz ki, o nə deyir. Ona görə mən istədim birinci o oxusun. Birincidə tamam başqa sərbəstlikdə, amma ikincidə artıq hər şey uzandısa bitər. Ona görə də sənə iş məsələsində çətinlik. Narınc xanım, bu yaşda bu məsələ düzələrmi? Bəli. Çox müsbət tərəfi odur ki, Gültəkin xanım çox məqsəd yönlüdür, çox çalışqandır. Və səs qıza, bəli, mən əslində dedim ki, gəl qızını götürürüm, gəl səni də götürək bir yerdə. Mən razıyım, ikinizə də dəstək olum. Ana-bala bir yerdə seansınızı apararaq. Səslərini də qəşəng düzəldərik. Özündəyin sağ olsun, ana gəlinlə bir yerdə yaşayırsa, onlar da dəstəkdir. Amma bir qadın öz ayaqları üzərində durmalıdır. Əsas qızımdır deyir. Yəqin ki, sizin üçün də əsas qızınızdır. Əlbəttə ki, hamınızı salamlayıram. Çox sağ olun. Lalə xanım, sizə verilişlər izləyirəm. Narınc xanıma çox böyük təşəkkür edirəm. Mənim üçün də əsas qızımdır. Balaları yaxşı olsun, özünü idarə edə bilsin. Mən bugün var, sabah yoxam. O balaları böyütsün, o 2 balasının ayaq üstə dursun, bir yerdə işləyə bilsin, qəbul eləsinlər işləməyə. Yəni, o qədər onlar üçün əziyyət çəkirəm. Qoy, o Məlih mənim iş nəvəmdir, böyük nəvəmdir. İstəyirəm o qəşəng oxusun, yaddaşı düzəlsin. Qızımı ələ gedirəm, amma misəsi yaz deyir. Mən harada düşəcəyimi bilmirəm, onu göstərib ki, məsə düşsün. Yəni, o şeyləri istəmirəm. O uşaq yaxşı olsun, yaxşı yaşasın, özünü idarə edə bilsin, öz ayağı üstə dura bilsin. Yəni, o qədər əziyyət çəkmişəm ki, onu çox müalicələr aparmışam. Vaxtı ilə o da qüsuru da oldu. Çox əziyyət çəkdim. Mələyə də müalicələr eləmişəm. İstəyirəm, onun balaca balası var, o da yaxşı olsun, ayaq üstə dursun. Onun da qüsuru var. Balalarım üçün canımı qurban verirəm. Nə danışır, özüm şəhid ailəsiyəmiş. Bunları yetim böyütmüşəm. Onlar birinci Qarabağ şəhididir yoldaşım. O uşaqları tək 1 yaşı vardı, körpə balamın ata şəhid olanda. Onları tək başına böyütmüşəm, əziyyət çəkmişəm. Hər birini oxutmuşam, zəhmət arxasınca durmuşam. İndi nəvələrə baxıram. Yəni, istəyirəm canımla, başımla, istəyirəm balalarım yaxşı olsun. Körpələr yerbəyer olsun. Uşaqlarım Mələk üçün 7.000, 8.000 pul qoymuşam yolunda, yenə də düzəlməyib. Amma Narınc xanım çox sağ olsun. Pul qoymadan bu dəfə düzəldəcəyik. Allah kömək olsun, Allah sizdən razı olsun.
Çox sağ olun. Mən baxdım, siz ağlayan kimi qızınız başladı ağlama, Mələk sizi görür və pis olur. Ona görə mən Narınc xanıma ərk edərək növbəti bura gəlişdə yenə göz yaşı, amma sevinç göz yaşı istəyirəm. Ki, ana sevinərək desin ki, mənim hər iki qızım və qızımın qızı xilas edildi. İnşallah ki, gözəl Mələk, necəsən? Yaxşı. Sənə deyiblər, çox gözəlsən. Hə. Deyiblər, hə? Onda mən də deyirəm və təsdiq edirəm ki, sən həqiqətən də çox gözəl qızsan və uca yaradandan sənə gözəl bəxt arzuluyuram. Çox sağ ol. İnşallah hər şey könlüncə olsun. Böyüyəndə kim olmaq istəyirsən? Ya bağça müəllimə, ya da həkim. Ya bağça müəlliməsi, ya həkim. Çünki Narınc xalasından görür ki, həkimlər, psixoloqlar nə qədər lazımlıdır. Bağça müəlliməsi də olub, uşaqları sevgi ilə böyütmək istəyir. Düz bildim hamısını. Düz bilmişəm. Gedəcəksən Narınc xalanın yanına. Yaxşımı? Qoy görək ilkin etapda nədir? Gültəkinimiz gəldi, bəli, qıpqırmızı. Mən ilk dəfədir bu başda. Çox qırmızı, amma belə qırmızı birinci də. Aman da yaddaş dalğaları. Orta. Hə, orta. Hamısını bu eləyir, bax. Bunların hamısı rənglərini Yaşıl olanda, düzəltməmiz lazım. göy olanda sən 5 alacaqsan. Yaxşı. Oxuduğunu yadında saxla. Nə etsin, bu başda yad qalmaz. Layla xanım artıq özdə maşallah Hə, bu aparatımızda bu başdan olmaz. artıq məlumatdadır. Bu aparatın müsbət tərəfi odur ki, bizə rəqəmsal olaraq rəqəmləri verə bilir. Beynin ölçə bilirik, amplitudların gücünü. Beynin gücü çox zəifdir. 5 yaşda uşaq gücündədir. Əslində 9 yaşı var. IQ-su 60-lardadır. Əslində 90-dan yuxarı olmalıdır. Yəni 2 dəfə aşağıdır göstəriciləri. Və məsələn adi fəsillərdə qarışdırmalar var. Məsələn mən fəsilləri gətirdim, istəsəz soruşa bilərsiniz. Soruşa bilərəm. Görün mənim sevdiyim fəsil hardadır? Buradadır. Mənim ən sevdiyim fəsil. Hansıdır bu? Qışdır. Qışdır. Qızım, bax, günəş çıxır, ağaclar başlayır, quşlar Onda gəl. payızdır. Onda payızdır. Quşlar getmir, ha, gəlir. İpucu. Hansında gəlirlər? Qaranquş nə vaxt gəlir bizim ölkəyə? Qaranquş. Yazda. Yaz. Şəfqət dözə bilmədi. Amma bax, bayaq sənin dediyin payız buradadır. Çünki yarpaqlarımız getdi. Yaxşımı? Bəs bu hansı ola bilər səncə? Yaz. Yaz? Yay. Yay. Aysa bu yay olsun. Məsələn, bu indi hansı siz olsun? bunu öyrətsəz, düşünün ki, Qış səhərsi günü soruşacaqsınız, yenə unudacaq. Onu Tamam. cavab verə bilməyəcək. Tamam, Yadında özündən asılı qalmır. deyil Nə çünki. qədər cəhd eləsə də, bu da uşaqlarda özgüvən problemi, uşaqlarla ünsiyyət hamısına təsir eləyir. Adi məsələn, vurma cədvəlini gətirmişəm. İndi 4-cü sinifdə oxursan, əslində vurma cədvəlini bilməlisən. O zaman Layla asan xalası bir sual dənəsi verəcəm. versin. 6 vur 6. 36. Gördün asan. O zaman keçirəm çətinə. 8 vur 9. 8 və 9, 72. Bu uşaq bilir hamısını. O zaman mən keçirəm 7-ni 9-a vuracam. 7 və 9, 63 idi. 63 idi. Bəs 6-nı 4-ə? 6 və 7, 4. 24. 24. Bəs 7? 6 və 7, 42. 42. Bilir vurma cədvəlin. 7-ni 8-ə vursan? 7 və 8, 56. Yox, onu Aferin. bilir. Bəli, bunların hamısını bilir. Bəli, Bölməni vurmanı bilmir. bilir. Hə. Vurmanı bilir, bölmə. Eyb Aferin. yox. Mən də İnşallah oxuyanda bölmədə hərdən öyrənərik. vurma bölmədə səs. Heç nə olmaz. Ən çox həyati bacarıqlardır, dərslərdir, özünü məsələn danışıqda, səslərində də qüsur var deyə anası kimi rını, uzun sözdür. Tamam. Yazanda da iyi O zaman olar. problem Öyrənmə nə qədər çox çətinlikləri olursa var. olsun. İnşallah ki, yanvarda başlayırıq, 2 ay. Vəssalam. Novruza Mən inşallah artıq Novruz belə hədiyyəsi. dedim. Bahar qızı Novruzda geyinəcək, qəşəng geyinsin, bəli, əlində də bir xonça, şəkər bura, paxlava. Paxlava. Yaxşı. Yumurtanı bizi da unutma, təbrikə. səndən yumurta döyüşdürəcəm burada. Danışdıq, get, gələrsən. Yaxşımı? Tamam, Amma anası o da qədər həyəcanlıdır. özü də. Ər bütün sudur. özü Tərdən də. bütün sudur. Bu həyəcan təşvişi də aradan Bəli, qaldırar. hamısını Təşəkkürlər eləyəcək. Narınc Sağ Psixologiya olun, Mərkəzinə. göstərin. Ana bala. Bunları verin Birlikdə əmanət etdik.